Deməli, gəldiniz çatdınız bu birisi mövzuya. Təbrik edirəm sizi. Yenidən xoş gördüm. İndi isə danışacağıq biz keçmiş davam edici zamandan. Baxın, siz artıq 4 dənə fərqli zaman bilirsiniz. Bugün öyrənəcəyimiz artıq 5-ci zaman olmuş olacaq. Bu keçmiş davam edici zamandır. Bax, adından da görünür ki, keçmişdə bu hərəkətin davam eləməsindən nəsə söhbət gedir. Baxın, strukturunu yazacağım. Strukturuna sonra qayıdacağıq. Niyə belədir, analiz eləyəcəyik, nə formada olur və s. To be'nin burada indiki zaman formasını necə istifadə ediriksə, burada keçmiş zaman formasını istifadə eləyəcəyik. I was playing. Və bu nə deməkdir? Mən bura bir zaman oxu çəkəcəm. Deyək ki, bura keçmiş zamandır, past. Burada gələcək zamandır. Biz də hal-hazırda buradayıq. Baxın, indiki sadə zaman ümumiyyətlə hər gün baş verən rutin hadisələrdir, düzdür? Biz əgər indiki sadə zamanı belə yumru işarə ilə, yəni bu hərəkəti yumru işarə ilə göstərsək, təxminən belə olmuş olar. Burada, 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 burada. Yəni, mütəmadi olaraq davam edir. Əgər biz keçmiş sadə zamandan danışsaq, bu keçmişdə olmuş hər hansı bir hadisədir. Yəni, biz buradayıq hal-hazırda, bu keçmişə doğru, bu da gələcəyə doğru zaman oxudur. Keçmişdə olmuş bir dənə hadisədir. Əgər gələcəkdən danışsaq, bu gələcəkdəki hər hansı bir baş vermiş hərəkət olacaq, təxminən burada bir dəfə. Əgər biz indiki davam edici zamandan danışırıqsa, bax, o düz elə bizim hal-hazırda olduğumuz yerdə olacaq. Yəni, bu hərəkət burada davam edir və mən buradan danışıram ki, məsələn, right now I'm speaking with you. Bu deməkdir ki, mən bu dəqiqə sizlə danışıram. Bax, buradadır. Keçmiş davam edici zamanı isə, baxın, bax, keçmiş sadə zaman kimi keçmişdədir, amma orada bir fokus nöqtəsi var. Yəni, o hərəkətin ortasından biz danışırıq, ora fokuslanırıq. Əgər biri ilə ünsiyyət qurursunuzsa və keçmiş davam edici zamanı o vaxt istifadə eləməlisiniz ki, siz o hərəkətin davam elədiyi ana fokuslanırsınız. Bu nə deməkdir? Biri var, deyirsiniz ki, qonaqlar gəldi, biz yemək yedik. Cümləyə baxın. Guests came. We had breakfast, lunch, supper, nəsə, axşam yeməyi, günorta yeməyi, səhər yeməyi. Bu demək ki, qonaqlar gəldi, biz yemək yedik. Düzdür? Bunlar ardıcıl baş verib. Əgər bu oxta baxası olsaq, heç bir fokus nöqtəsi yoxdur. Sadəcə 2 dənə ardıcıl baş vermiş hərəkətdir. Qonaqlar gəldi, biz yemək yedik. Bir də bunu gözünüzün qabağında canlandırmağa çalışın. Qonaqlar gəldi, biz yemək yedik. Yəni, gəliblər, oturduq, yemək yedik. Yəni, onları gözlədik bir növ. İndi keçmiş davam edici zamanda necə olacaq? Guests came, we were having. Yəni, dinner, breakfast artıq oranı istədiyiniz kimi qoya bilərsiniz. Niyə were? Çünki to be'nin forması we ilə were istifadə olunur. Qonaqlar gəldi, biz yemək yeyirdik. Yəni, burada sizə əlavə bir dənə bir qrammatik bilgi verim. Biz normalda dedik ki, məsələn, saat 5-də dünən yemək yedim, saat 3-də televizora baxdım. Bir də var ki, heç bir zamanı bilmirəm. Deyirəm ki, məsələn, sən gələndə mən televizora baxdım. Bilmirəm, saat 3 idi, 5 idi. Ya da sən mənə zəng eləyəndə mən yatdım. Bax, onu biz when-lə ifadə eləyəcəyik. Qabağına bir dənə when qoyuram, qutardı, çıxdı, getdi. When guest came, nə vaxt qonaq gəldi? We had dinner. Biz yemək yedik. Qonaq gələndə yemək yedik. Bu o deməkdir. Bir də var deyirəm ki, qonaq gələndə biz yemək yeyirdik. Yəni, prosesin ortasındaydıq. Biz fokuslanırıq qonaqlar gəldiyi vaxtda, bu vaxtda. Və biz onda yemək yeyirdik. Yəni, o hərəkət davam eləyirdi. Bax, onda biz keçmiş davam edici zamandan istifadə eləyəcəyik. Başqa bir misal verirəm. Məsələn, when you called me, I slept. Sən mənə zəng eləyəndə, mən yatdım. Yazıram bura. When you called me, I slept. Bu o deməkdir ki, sən mənə zəng eləyəndə nə vaxt? When you called me, I slept.
Mən yatdım. Bir də var deyirəm ki, when you called me, I was sleeping. Sən mənə zəng edəndə mən yatırdım. Yəni, yuxladığım prosesin ortasında sən mənə zəng eləmisən. Başa düşdünüz? Bunun əsas fərqi nədir? Bu, sadəcə baş vermiş bir keçmişdəki hərəkətdir. Burada isə biz o hərəkətin ortasından fokuslanıb danışırıq. Oradakı söhbət, o hərəkətin icra olunarkən və davam eləyərkən ki, anından danışırıq ki, bizə həmin an, yəni yatırdım, onda zəng eləmisən sən. Okay. Bunda sizə cümlə belə olacaq. When you called me, I slept yox, I was sleeping. Və yoldaşlar, bilirsiniz ki, cümlədə əgər to be varsa, sualda və inkarda biz to be-ni hərəkətə keçiririk. Burada da məsəl üçün to be keçəcək qabağa, inkarda to be-yə not artıracağıq. Burada da to be keçəcək qabağa və to be-yə not artıracağıq. Yəni, məsələn, when I called you, sənə zəng edəndə, were you sleeping? Yatırdın. Ya da deyirəm ki, when you called me, I was not sleeping. Yəni, mən yatmırdım, yatma prosesində deyildim. Ya da I'm not sleeping, yatmıram hal-hazırda. Are you sleeping? Yatırsan, are keçir qabağa. Belə, bu qədər. Aşağıdakı tapşırıqları həll elədikcə artıq siz o tapşırıqları bilirsiniz. Ona görə izah eləmirəm. Cümlələr var, şəkillər var, tekstlər var, dinləmə praktikası var, dialoqlar var, yazma praktikası var. Bunların hamısını bir-bir səbirli şəkildə yavaş-yavaş həyata keçirin ki, tam şəkildə həzm eləmiş olasınız. Növbəti mövzumuz used to olacaq. Mənim ən sevdiyim mövzulardan biridir. Orada görüşərik. Özünüzə yaxşı baxın.